Demək, saat binasının içərisinə girəndə burada 9-cu mərtəbəyə gəldikdə təzə bir muzey açıblar. Geniş bir muzeydir. Girişi 200 realdır. Tam da yarı bölürsüz 100 manat. Eyni zamanda burada həmin muzeylə yanaşı hərəm ərazisinə və ətraf Məkkəyə ayrıca bir baxmaqdan ötəri də ayrıca ödənişdir. O 150-dir, bizim puldan 75 manatdır. Biz bunu doğrusu Kəmalə ilə ödəmək istəmədik. Çünki bizim üçün çox baha gəldi. Amma Mir Mehdi qardaşımızdan və Natəvan bacımızdan Allah razı olsun. Onlar bizim bu göyə qalxmağımızı maliyyələşdirdilər. Allah onlara 1000 qat artıq əvəzini qaytarsın. Və bura tam da saatın demək olar ki, bu əqrəblərin altıdır və buradan ətrafa çox möhtəşəm bir mənzərə açılır. Düzdür, mən Kəbə evinə yuxarıdan aşağı baxmağa bir qədər mənə çox pis təsir edir. Doğrusu yaxşı belə adamın biraz fərqli duyğular buraxır. Amma ümumi hərəm ərazisi necə genişlənir, Məkkəyə, kənar Məkkəyə baxmaq, bu cəbəl təpələri görmək olduqca maraqlı bir duyğudur. O baxımdan qəşəngdir, gəlmək dəyər. Amma belə yuxarıdan da Allahın evinə baxmaq adam bir qədər tiksindirir. Əgər siz bunu yaşamaq istəsəz, tam da belə üzbəyüzündə, hərəmlə üzbəyüz saat binasına girirsiniz, ticarət mərkəzinin içərisindən. Orada 9-cu mərtəbəyə qalxırsınız, bilet alıb yuxarıya qalxıb ətrafı seyr edə bilərsiniz. Gün batana yaxın gəlsəniz, daha qəşəng olacaq. Günün şüaları, batan və şəfəqin işıqları inanılmaz bir rəng vermiş olacaq. Burada maraqlı məsələlərdən biri hərəm ərazisinin arxa tərəfindən genişlədilmiş kompleksidir. Bu yəqin ki, gəlinin Namaz vaxtını göstərir. Namaz vaxtını göstərdi, olduğun yerə görə namazı göstərməlidir. Burada zamanı görüntülə vuranda burada konum gəlir ki, yəni hardasan, onu göstərməlidir. Faktiki olaraq havada olduğunuzu göstərir ki, qiblə kompası. Və qiblə həmin göstərir qiblənin yerini, amma Məkkə yazmırdı. Bəli, burada yazılmalıdır. Məsələn, konum yazılmalıdır. Məkkə yazılmış, konum mövcud deyil. Havadasınız. Astral səyahət.